Azərbaycanlıların soyqırımı günü münasibətilə Quba soyqırımı memorial kompleksində səhər saatlarından ziyarət başlayıb. Ziyarət hazırda günün sonuna davam edir və günün sonuna davam edəcək. Müxtəlif təbəqələri təmsil edən insanlar 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onları ehtiramla yad edirlər. İlk ziyarətçilər Qusardan və Xudatdan gələn nümayəndələr olub. Qusar rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, Xuda sərhəd dəstəsinin rəisi, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də sakinlər 108 il əvvəl törədilmiş qanlı hadisələrin günahsız qurbanlarının xatirəsini hörmətlə anıblar. Quba soyqırımı memorial kompleksinin direktoru Rəxşəndə Bayramova ziyarətçilərə kompleks haqqında ətraflı məlumat verib. Muzeydə nümayiş olunan eksponatların tarixi və həmin dövrün dəhşətli hadisələri barədə danışıb. Soyqırım Memorial Kompleksi bildiğiniz kimi ilin bütün günlərində fəaliyyət göstərilir və burada təbii ki gələnlərimizin arası kəsilmir. Həm yerli ziyarətçilər, həm xarici ziyarətçilər. Hətta 1.200.000-dən yuxarı bizim ziyarətçilərimiz olub və sevindirici hallardan biri də odur ki, gələn xaricilərin də sayı çoxalır və bu da təbii ki Azərbaycan həqiqətlərinin ölkədən kənarda da təbliğ olunmasında çox önəm daşıyır və bizlər də bildiğiniz kimi 4 dildə bələdçilik fəaliyyətimiz var: İngilis, Rus, Azərbaycan və ərəb dillərində və bu da bizim işimizin daha geniş miqyasda təbliğini təşkilindən köməklik göstərir. Həmçinin soyqırım memorial kompleksi yalnız qoruq statusu olmaqla ziyarətçi qəbulu ilə deyil, eyni zamanda elmi müəssisə kimi fəaliyyət göstərir. Həm ideoloji mərkəz, eyni zamanda elmi müəssisə və burada çox saylı konferanslar, forumlar, simpoziumlar keçirilir. Alimlər həm ölkədən kənar dəvət olunur. Birgə müəyyən Azərbaycan tarixinin məqamlarına aid həqiqətlər aşkara çıxarılır. Həm soyqırımla bağlı, həm qeyri tarixi mövzular və bunlar da təbii ki, bu məkanın canlı bir qurum kimi fəaliyyətini daha da genişləndirir. Qusardan gələn ziyarətçilər isə kompleksdə gördükləri ilə bağlı təəssüratlarını bizim medianın mikrofonuna bölüşüblər. Bugün doğrudan da müzeyi gezərkən çox təəssüratları keçirdik. Birinci dəfə deyil, hər dəfə gələndə belə olur. Azərbaycan xalqına qarşı törədilmiş ən böyük soyqırımlardan biridir. Çox qürurverici bir şeydir, amma belə kimi sonda bir söz dedik. Ölümlərə rəhmət, qalanlara ibrət. Bu bizim tariximizdir. Bunu yaşatmaq bizim borcumuzdur. Biz dəfələrlə gəlmişik. Bugün də 31 mart Azərbaycanın soyqırımı günü ilə əlaqədar bu memorial kompleksində oldu. Və təəssüratlar çoxdur və insan fikirləşəndə ki, o vaxtlarda hansı hadisələr baş verib, ermənilər tərəfindən burada törədilmiş qətliam bizim hamımızı çox kədərləndirir və eyni zamanda bugün biz həmin şəhidlərimizi heç vaxt unutmamışıq və unutmarıq da. Bu memorial kompleksin yaradılması bizim üçün həm də ona görə önəmlidir ki, gələcəkdə nəsillərimiz ehtiyatlı olsunlar və hər zaman erməni şovinizmini yaddan çıxartmasınlar və xalqımızın gözəl güzəran yaşaması üçün heç zaman ehtiyatlı olmalı, yəni nəzərə almalıdırlar. Aytəkin Alxaslı, İntiqam İbrahimov, bizim media Şimal bürosu.